Yəni bir növ elə bir qohumlar arasında bir rəqabət məsələsi ortaya çıxır ki, mənəm yox, mənim uşağım filan qədər bal yığıb, mənim uşağımsa filan qədər bal yığıb. Yəni bu nə deməkdir? Əsas nəticə həqiqətən o balın az və ya çoxluğu deyil. Əsas nəticə uşağın həqiqətən çəkdiyi əziyyətin və hərəsini görməsi, universitetə qəbul olmasıdır. Baxırsan ki, bu uşaqda yetəri qədər bal toplayıb və mümkünsüzdür ki, bu uşaq qəbul olmasın. Amma əlavə ki, necə deyim, bu ego məsələsi, mənəmlik məsələsi, yəni bu, mən düşünürəm ki, çox belə gülməli, həqiqətən qaş düzətdiyimiz yerdə göz çıxartmaq məsələsidir. Yəni imtahandır, oxumaqdır, diplomdur, hər şey qaydasına düşürək. Gəlirsən, gəlib abituriyentlərə də deyirəm, valideynə də deyirəm, oxuyacaq da, qəbul olacaq, həyatda özünə bir yol da tutacaq. Amma bu əlavə ki, stres var ki, qorxu, narahatlıq, təşviş, bunlar insanın ruhuna, bədəninə, cisminə, belə deyək, hopandan sonra, xəstəlik yaradandan sonra artıq heç bir şeyin o mənası qalmır. İnan ki, mən